Bu dünyada insanın yaxşı yaşaması üçün 6 şey lazımdır. Ən birinci özünə və ailəsinə onun canının sağlamlığı lazımdır. Yəni canı sağlam olmayandan sonra pulu, varı, dövləti olsa da xeyri yoxdur. Ən birinci insana və özünə və ailəsinə can sağlığı lazımdır. İkincisi, özünün, ailəsinin və qovm-əqrəbasının namusu, qiriyyəti lazımdır. Yəni nə qədər pulun, varın, dövlətin olsa da, namus, qiriyyət olmayandan sonra namusu, qiriyyətinə xələl gəlsə, o pul, var, dövlət də onu xilas edə bilməz. Üçüncüsü, insana ağıl, şüur, dərrakə lazımdır. Yəni bu ağıl, şüur, dərrakə insanın yaxşı yaşaması üçün lazımdır. Dördüncüsü, insana baxt, tali lazımdır. İnsanın gözəl baxtı, taleyi olmalıdır. İnsanın gözəl baxtı, taleyi olandan sonra hamısı öz-özünə düzələcək. Yəni həyat onun üçün gözəl olur. Əsas insanın baxtı, taleyindən. Yəni bu 4 şeylərdən sonra dördüncüsü isə insana baxt, tali lazımdır. Üçündən sonra dördüncüsü baxt, tali lazımdır. Gözəl baxt, tali. İnsanın baxtı, taleyi gözəl olsun. Beşincisi, insana çoxlu pul lazımdır. İnsanın gözəl yaşaması üçün çoxlu pul lazımdır. Yəni kasıb, o ataların bir sözü var, deyir ki, dəryaca ağlın olsa, kasıb olsan gülərlər. Bu ataların gözəl sözüdür. İnsana çoxlu pul lazımdır. İnsanın yaşaması üçün, insanın ayaqda durması üçün, insanın hər cür gözəl yaşaması üçün pul lazımdır. Hətta pul Allaha da yol tapır. Altıncısı isə insanın, o müsəlmanların dili ilə desək, insanın hər iki dünyasının cənnət-i məkan olması lazımdır. Yəni bu cənnət-i məkan insana lazımdır, hər iki dünyada. Yəni bu 6 şey olandan sonra insan kamil bir şəkildə yaşaya bilər. Başa düşdünüz? Yəni insan kamil bir şəkildə yaşayacaq. Bəziləri, o müsəlmanlar deyəcək ki, insana iman da lazımdır. Yaxşı, 7-cisi də iman eləyək. İman lazımdır. Yəni insanın, o müsəlmanların dili ilə desək, iman lazımdır. 7-cisi, yəni bu 7 dənə şey insanın kamil yaşaması üçün əsas şərtlərdən biridir. Mənim bütün videolarımı izləmək üçün kanalıma abunə olun, keçmiş və gələcək videolarımı izləyin. Xoşunuza gələn videoları paylaşın ki, hamı görsün.